Salam, hər vaxtınız xeyir olsun yoldaşlar. Hər birinizi xoş gördük. Bildiyiniz kimi bugün Güvən Nəşriyyat tərəfindən növbəti blok sınaq imtahanı keçirilmişdir və mən bugün sizə bu sınaq imtahanında coğrafiya fənnindən istifadə olmuş sualların izahını təqdim edəcəm və bu video izahda siz 10-cu siniflər üçün istifadə olmuş coğrafiya suallarını izah ilə tanış olacaqsınız. Birinci sual ilə izaha başlayaq. Birinci sualda qeyd olunur ki, Aral gölü üçün doğru xüsusiyyətləri müəyyən edin. Qazaxıstan-Özbəkistan sərhədində yerləşir ifadəsi doğrudur. Bəli, Aral gölü Qazaxıstan ilə Özbəkistan sərhədindədir. Avropa qitəsində yerləşir ifadəsi doğru deyil. Çünki Asiya qitəsində yerləşir. Axarsız göldür. Bəli, həm də şorsuludur deyə bilərik. Suyundan su formada istifadə olunmur. Şorsuludur ifadəsi doğrudur. Dərinliyinə görə yalnız Baykaldan geri qalır ifadəsi doğru deyil. Çünki Baykaldan sonra ikinci ən dərin göl Tankanika, üçüncü ən dərin göl Xəzər dənizi deyə bilərik. Yəni bu 6-cı fikir doğru deyil. Burada doğru cavab 1, 3 və 5 olacaq. Yəni A variantı. Növbəti sual. Cədvələ əsasən doğru olmayan sıraları müəyyən edin deyil. Birinci şərt işarə qızılın şərt işarəsidir. Yəni bu doğrudur. Və qoşa yatağı qızıl yatağıdır. Gədəbəy rayonunda yerləşir. Deməli birinci sıra doğru olduğu üçün biz bunu əlbəttə ki seçməyəcəyik. Bizdən çünki doğru olmayan istəyir. Bu deməli molibdenin şərt işarəsidir. Amma şaxtaxtı bildiyiniz kimi molibden yox, travertin yatağıdır. Ona görə ikinci sıra doğru deyil. Misin şərt işarəsidir bu. Amma vecnəli mis yox, qızıl yatağıdır. Zəngilanda yerləşir. Mis yatağı olaraq Qaradağ qeyd olunmalı idi. Demək, bu sırada doğru deyil. Gördüyünüz bu şərt işarə alunitin şərt işarəsidir. Kromitin şərt işarəsi deyil. Və ipəkdə alunit yox, deyəcək ki, kromit yatağıdır. Laçında yerləşir. Alunit isə daşkəsəndə olan zəylik yatağıdır. Yəni, dördüncü sırada doğru deyil. Polimetalın şərt işarəsidir və Mehmanı Ağdərə rayonunda yerləşən polimetal yatağımızdır. Bu sıra doğrudur. Kvars qumunun şərt işarəsidir və Hacıbəlli hökməli bizim kvars qumu yataqlarımızdır. Deməli, birinci, beşinci, altıncı bəndlər doğru olan sıralardır. Bizdən doğru olmayan istədiyi üçün 2, 3 və 4-ü seçəcəyik. Yəni, doğru cavabımız Y variantı. Deməli, növbəti suala keçid edək. Skandinaviya yarımadasının sahillərini yuyan su hövzələrindən deyil. Skandinaviya Avropanın ən böyük yarımadasıdır. Şimal Buzlu Okean və Atlantik Okean sularıyla yuyulur. Sahillərini əsasən deməli Norveç və Barents dənizləri, Şimal dənizi, Baltik dənizi yuyur. Ona görə A variantı, D variantı, B variantı və Botnik körfəzi Baltik dənizinin daxilində olan körfəzdir və Skandinaviyanın sahillərini yuyulmaqdadır. Alyaska körfəzi isə biz deyəcəyik ki, ümumiyyətlə Şimal Amerikaya aid olan bir körfəzdir. Avropa sahillərində yerləşmir. Ona görə doğru cavabımız elə Y variantı olacaqdır. Növbəti sual, cədvələ əsasən doğru sıraları müəyyən edildi. Azor və İslandiya adası ilə bağlı divergen sərhəddə yerləşir ifadəsi qeyd olunub. Deməli, bu sıra doğrudur. Bəli, Azor və İslandiya divergen sərhəddə yerləşir. Spitsbergen və Kul adaları mərcan mənşəlidir deyir. Bu ifadə doğru deyil. Kul adaları vulkanik mənşəlidir. Spitsbergen materik mənşəlidir və heç bir mərcan deyil. Ona görə ikinci sıra doğru deyil. Aleut və Marian adaları adalar qövsü əmələ gətirmişdir ifadəsi doğrudur. Kanar və Komor adaları bu arada digər ikinci adı Qəmər adalarıdır. Asiya qitəsinə aiddir deyir, yanlışdır. Hər ikisi Afrika materikinə aiddir. Belə ki, Kanar Afrikanın Atlantik okeandakı adasıdır. Kanar adaları bu arada onu qeyd edim ki, İspaniyaya aiddir. İspaniya aid olsa da Afrika materik sahillərində yerləşir. Komor adaları isə Afrikanın Hind okean sahilində yerləşən adalarıdır. Amma yəni Asiya qitəsində yerləşmir bu adalar. Asiya qitəsində daha doğrusu aid deyirlər. Kanada Arktika arxipelağı və Malay arxipelağı qrup halında olub arxipelag əmələ gətiriblər ifadəsi doğrudur. Siciliya və Korsika Karp dənizində yox, bunlar Aralıq dənizində yerləşirlər. Doğru sıraları istədiyi üçün doğru sıralar 1, 3 və 5 olacaq. Yəni sualımızın doğru cavabı C variantıdır. Növbəti sualı nəzərə yetirək. 22 iyunda Günəş hansı yarımadada zenitdə olur? Bilirsiniz ki, 22 iyunda Günəş şimal tropik xətti üzərində zenitdədir. Ona görə biz şimal tropik xəttinin kəsdiyi yarımadanı seçməliyik. Verilənlər arasında şimal tropik xəttinin kəsdiyi yarımada Ərəbistandır. Ona görə sualımızın doğru cavabı D variantı olacaqdır. Növbəti sual daxili axarsız hövzənin çaylarını istəyir. Bilirsiniz ki, daxili axarsız hövzə
Çayın əgər mənsəbi, yəni eroziya bazisi e, hər hansı bir okeana birbaşa çıxışa malik deyilsə, yəni çayın mənsəbinin yerləşdiyi su hövzəsinin birbaşa hər hansı bir okeana çıxışı yoxdursa, həmin su hövzəsi daxili akarsu hövzə hesab olunur. Bunlar arasında Volqa daxili akarsu hövzəyə aiddir. Çünki Volqa Xəzər dənizinə tökülür. Xəzər dənizinin dünya okeanı ilə birbaşa əlaqəsi yoxdur. Amudəri Arala tökülür, Aral gölünə və Aral gölünün dünya okeanı ilə əlaqəsi yoxdur. Elə Sırdəryanın da biz deyəcəyik ki, aid olduğu su hövzəsinin, yəni Aral gölünün dünya okeanına çıxışı yoxdur. Lena Şimal Buzlu Okean hövzəsinə aiddir. Ob Şimal Buzlu Okean hövzəsinə aiddir. Orinoco isə Atlantik Okean hövzəsinə aiddir. Sualımızın doğru cavabı 1, 2, 5 olacaq. Yəni B variantı. Növbəti sual. Kartez sxemə əsasən qışı quraq keçən mülayim isti iqlim yarım tipində yerləşən ərazini müəyyən edindir. Qışı quraq keçən mülayim istiyə bir ikinci məntəqəni seçə bilər. İkinci məntəqə Qanıq Ayrıçay çökəkliyidir və Qanıq Ayrıçay çökəkliyi qışı quraq keçən mülayim istidə yerləşir. Doğru cavabımız B variantı olacaqdır. Növbəti sualımız 75 dərəcə şərq uzunluğunda yerləşən Bişkek şəhəri ilə Bakı şəhəri arasındakı yerli vaxt fərqini hesablayın. Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda, Bişkek yerləşir 75 dərəcə şərq uzunluğu. Bunların arasında 25 dərəcə fərq var. Siz də bilirsiniz ki, yer 1 dərəcəni 4 dəqiqə dövr edir. 25 dərəcəni məhz 100 dəqiqəyə dövr edəcək. 100 dəqiqə, yəni 100 dəqiqəmizlə bərabərdir. 1 saat 40 dəqiqə. Yəni sualımızın doğru cavabı olacaqdır. D variantı. Növbəti sualımız. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Aralıq, Qara və Bering dənizləri verilir. Bir daxil dənizdir. Aralıq, Qara və bunlar daxil dənizdir, amma Bering dənizi kənar dənizdir. Deməli, birinci sıra doğrudur. 3 kütlənin sahillərini yuyur. Deməli, Qara sadəcə Avropa və Asiyanın sahillərini yuyduğu üçün 2 kütlənin sahillərini yuyur. Bering deyəcək ki, Amerika və Asiya qitələrinin sahilini yuyur, yəni 2 kütlənin sahilini yuyur. 3 kütlənin sahilini yuyan Aralıq dənizi, yəni burada bu cür olmalı idi. Aralıq dənizi Afrika, Avropa və Asiya qitələrinin sahilini yuyur. Yəni burada görürsünüz ki, yanlış qeyd olunub, ona görə ikinci seçmirik. Aralıq dənizi Sakit Okeana aid deyil, bu minus olmalıydı. Qara demək ki, Aralıq və Qara dənizləri Atlantik Okeana aiddir. Qaranla bağlı minus qoysa da aralığı Sakit Okeana aid ediblər. Bering dənizi amma bəli, Sakit Okeana aiddir. Burada aralığa plus qoyduqları üçün bu doğru deyil. Adlar arası dənizdir. Bunlardan heç bir adlar arası deyil. Yəni bu da minus olmalıydı. Ona görə bunu seçmirik. Şimal yarımkəsində yerləşir. Üçü də şimal yarımkəsində. Ona görə 5 düzdür. Demək bu sualın doğru cavabı 1, 5 olacaqdır. Nisbi rütubətliyi 60% olan bir kub metr havanın su buxarı ilə doyma həddinin 30 qram olduğunu nəzərə alaraq mütləq rütubətli hesablayın. Deməli, maksimum nə qədərdir havada su buxarı? 30 qram. Və havada olan su buxarının nisbi rütubətliyi isə 60%-ə bərabərdir. Bizdən mütləq rütubət istəyirsə, dedik 30 qramımız 100%-ə bərabərdirsə, havada mövcud olan 60% bərabərdir məhz 18 qrama. Deməli, havada olan mütləq rütubət 18 qram olacaq. Doğru cavabımız Y variantı. Növbəti sual. Cədvələ əsasən doğru sıraları müəyyən edindir. Dağlar verilib və onlarla bağlı xüsusiyyətlər nəzərə yetirməliyik və doğru sıraları müəyyən etməliyik. Kap cavan dağ deyil. Kap və Əjdaha Hertzin dağ əmələ gəlməsində, yəni Paleozoy arasında yaranmış dağlardır. Afrikanın cənubunda yerləşir. Birinci sıra doğru deyil. Hammersti Avstraliyanın şimal-qərbində yerləşir. Qədimdə baş vermiş tektonik hərəkətlər nəticəsində yaranıb. 2 düzdür. Atlas dağları Afrikanın şimal-qərbində Mərakeş, Əlcəzair və deməli Tunis ərazisində yerləşir və zəngin fosfor ehtiyatına görə fərqlənir. 3 düzdür. Pamir dağları qədim dağlar deyil. Pamir dağları Alp dağ əmələ gəlməsində yaranıb Kaynozoy arasında Asiya qitəsində yerləşir. Cavan dağdır. Ona görə 4 düz deyil. Apalaz Şimal Amerikada ABŞ və qismən Kanada dövlətləri ərazisində yerləşir. Qədim dağdır. Kaledon və Hertzin dağ əmələ gəlməsində, yəni Paleozoy arasında yaranıb. Şimal Amerikanın ən nəhəng daş kömür hövzəsi burada yerləşir. 5 düzdür. Altay dağları Cənubi Asiyada yox, Mərkəzi Asiyada yerləşir. Ona görə 6 səhvdir. Doğru cavabımız olacaq 2, 3 və 5. Yəni C variantı bu sualın doğru cavabıdır. İtaliya və Fransa üçün xarakterik olan
müvafiq yerli küləklər. İtalyada biz Sirocco yerli küləyini, Fransada isə Mistral küləyini görə bilərik. Ona görə doğru cavabımız olacaqdır. A variantı. Növbəti sualımız, üç yarımkürədə yerləşən və 4 okeanla əhatə olunan yeganə materik təbii ki, Avrasiya materikidir. Avrasiya şimal, şərq və qərb yarımkürəsi olmaqla 3 yarımkürədə yerləşir və 4 okeanla əhatə olunub. Şimal Buzlu okean, Hind okeanı, Sakit və Atlantik okeanları. Doğru cavab D variantı olacaqdır. Hansı düzənlikdə orta illik yağıntı miqdarı daha çoxdur? Təbii ki, Orinoco balığı. Çünki Orinoco balığı subekvatoral iqlim qurşağında yerləşir. Mesopotamiya, Turano balığı, Patagoniya əsasən arid ərazilərdir, yəni quraq ərazilərdir. Bu ərazilərdə yağıntı miqdarı azdır. Orta Sibir yaylasında mülayim kəskin kontinentalına düşür, böyük bir hissəsi və burada da təbii ki, yağıntı miqdarı azdır. Amma Orinoco balığı subekvatoral iqlim qurşağında yerləşir və yağıntı miqdarı orta illik yağıntı miqdarı 1000 ilə 2000 millimetr aralığında dəyişir. Doğru cavabımız B variantı olacaqdır. Murov dağ silsiləsinin hansı xüsusiyyətinə görə Talış silsiləsindən fərqlənir? Buzdaq relyef formaları yayılmışdır. Murov dağda bəli, buzdaq relyef forması var. Murov dağda buzdaq yoxdur. Çünki ölkəmizdə buzlaq 3900-dən yuxarı olan zirvələrdə görülür. Amma istisna hal kimi Murov dağda biz buzlaq relyef forması görə bilərik. Amma Talış dağlarında, Talış silsiləsində ümumiyyətcə buzlaq relyef forması yoxdur. Kiçik Qafqaz qalxma zonasında hər ikisi də yerləşir. Mütləq hündürlüyü 2000 metrdən çox olan zirvələrə malikdir, hər ikisində də var. Cavan dağda hər ikisi də. Soyuq iqlim tipinə malikdir, hər ikisində də soyuq var. Belə ki, Murov dağda biz küşü quraq keçən soyuq iqlim yarım tipini görə bilərik. Talış silsiləsində isə talalar şəklində həm küşü quraq keçən soyuq, həm də yayıq quraq keçən soyuq iqlim yarım tiplərini görmək mümkündür. Ona görə burada Murov dağı Talışdan fərqləndirən xüsusiyyət A variantıdır deyəcəyik. Növbəti sualımız. Afrikada yerləşən göllərdən deyil, əlbəttə ki, baxanda deyəcək ki, Maracaibo. Çünki Victoria, Niassa, Çad və Tanganyika Afrikadadır. Maracaibo Cənubi Amerikada yerləşir. Dünyanın ən böyük laqum mənşəli şor sulu gölüdür. Turşusu və Şirlan mineral bulaqları hansı vilayətdə, hansı silsilədə yerləşir? Turşusu və Şirlan hər ikisi də bilirsiniz ki, Şuşa inzibati rayonunda yerləşir və bildiyiniz üzrə Şuşa rayonu Qarabağ silsiləsində yerləşir. Ona görə də doğru cavabımız olacaq burada D variantı. Turşusu və Şirlan mineral bulaqları Qarabağ silsiləsində yerləşir. Exolotdan okean çökəkliyinə göndərilmiş səs siqnalı 4.4 saniyəyə geri qayıdıbsa, həmin çökəkliyin dərinliyini hesablayın. Bilirsiniz ki, səsin suda yayılması 1 saniyədə 1500 metrə bərabərdir. Və bu da 4,4 saniyə gedib qayıdıbsa, deməli 2,2 saniyə gedib, həmçinin 2,2 saniyə də qayıdıb. Düzdürmü? Burada tək getmə və ya tək gəlmə ilə dərinliyi müəyyənləşdirə bilərik. Ona görə də elə 2,2-ni vuracaqsan 1500-ə, alacaqsan 3300 metr cavabını. Doğru cavabımız olacaq A variantı. Növbəti sual. Su erozyon və akumulativ relyef formalarını müəyyən edin. Su erozyon və akumulativ relyef forması deyirsə, burada söhbət çayın yaratdığı akumulativ relyef forması söhbət gedir. Verilənlər arasında çayın yaratdığı akumulativ relyef forması gətirmə konusudur. Çünki duyun və barxan küləyin fəaliyyəti ilə yaranır. Prok dərəsi və sirklər isə buzdaqların fəaliyyəti ilə yaranır. Çayın fəaliyyəti ilə yaranan akumulativ relyef forması isə gətirmə konusu olacaq. Doğru cavabımız B variantı. Növbəti sualımız Padano balığı üçün doğru fikir deyil, deyir. Padano balığı İtaliyada yerləşir, geosintonalda yerləşir. Alluvial mənşəli, yəni akumulativ mənşəli düzənlikdir. Çayların gətirdiyi çöküntülər hesabına formalaşır. Bir Avropada yerləşir, düzdür. İtaliyada yerləşir, yəni Avropadadır, Avropanın cənubundadır. Akumulativ düzənlikdir, bəli. Çünki ovalıq deyiriksə, ovalıqlar bilirsiniz ki, mənşəyinə görə akumulativdir. Geosinkronalda yerləşir, Alp-Himalay geosinkronal qurşağında yerləşir. Güneşin zenitdə olma prosesi baş vermir, çünki Padano balığı şimal tropik xəttinin şimaldadır. Yəni, şimal mülayim işıqlanma qurşağında yerləşir. Bildiyiniz kimi, şimal mülayim işıqlanma qurşağında güneş heç vaxt zenitdə ola bilməz. Subekvatora iqlim qurşağında yerləşir ifadəsi doğru deyil. Çünki Padano balığı subtropik iqlim qurşağının Aralıq dənizi iqlim tipində yerləşir. Ona görə yanlış olan Y variantı olacaq. Sakit və Atlantik okeanları birləşdirən coğrafi obyektlər Magellan boğazı, Drake boğazı və Panama kanalıdır. O zaman doğru cavabımız olacaq elə B variantı. Drake boğazı
ve Panama kanalı Sakit ve Atlantik Okyanı birleştiren su obyektləridir. Müvafiq olarak Mezozoy ve Kaynozoy arasının eralarını istəyir, dövrlərini istəyir. Sevanetin niye olmasın ki? Trias Mezozoyun, Paleogen de Kaynozoyun dövrüdür. Karadeniz'in 5 litre suyunun buxarlandırılmasının 90 gram duz elde edilip bu denizin orta duzluluğunu hesapladı. Deməli 5 litrindən 90 gram eğer elde edilipse o zaman 1 litrinden ne kadar elde edilir? X tabii ki buradan beraber olacak 18 gram. Yani o zaman 1 litrinde 18 gram varsa demek tuzluluğu da beraber 18 promille. Doğru cevabı bu sual doğru cevabı 18 promilledir. Növbəti sual. Xəritə sxemi əsasən soyuq okean cərəyanlarının təsiri altında olan ərazilər seçin. Əlbəttə ki, seçəcəksən çünki burada soyuq Peru cərəyanı var. 5'i seçeceksen çünkü burada soyuq Bengel cərəyanı var. 6'ı seçeceksen burada soyuq Qərbi Avustraliya cərəyanı var. 2 isti Braziliya cərəyanının, 1 isti Golf Stream cərəyanının, 4 isti Şimali Atlantika cərəyanı təsiri altındadır. Amma 3, 5, 6 bu sualın doğru cavabıdır. Bu məntəqələr soyuq okean cərəyanlarının təsiri altındadırlar. Doğru sıralar müəyyən edildir. Ucqar noktalar verilib və onlara aid olan əlamətləri nəzərə yetirəcəyik. Siriuskin Avrasya ucqar şimal nöqtəsidir. Taymır yarımadasında, yəni Rusiya ərazisindedir. Birinci fikir düzdür. İğneburnu Afrikan ucqar cənub nöqtəsidir. Bu da Şimal Amerikan ucqar qərb nöqtəsidir, səhvdir. Rəsxafın deməli Afrikan ucqar şərq nöqtəsidir. Somali yarımadasında yerləşir. Subekvatoral iqlim qurşağına düşür. Bu da subtropik dediği için səhvdir. Byron Avustralya ucqar şərq nöqtəsidir. Düzdür bu fikir. Freud Magellan boğaz sahilində yerləşir. Bəli, çünki Freud Cənubi Amerikanın ucqar cənub nöqtəsidir. Doğru cavabımız olacaq 1, 4 və 5. Növbəti sual. Sxemə əsasən A nöqtəsində havanın temperaturu -2,3'dür. B məntəqəsində isə -9,5 dərəcədir. Deyir, bunu bilərək kəsmə yüksəkliyin neçə metr olduğunu hesablayın. Baxaq görək, burada aynen bir arasında ne kadar temperatur farkı var? Tabii ki görəcəyik ki 7,2 dərəcə temperatur farkı var. Sen bilirsən ki temperatur her 1000 metre göre 6 dərəcə değişir. Və 7,2 dereceye göre ne kadar değişecek? Tabii ki 1200 metre deyəcək ki temperatur değişecektir. Yani aynen bir arasında 1200 metre mesafe var. Bəs neçə boşluq var? 1, 2, 3, 4 tane boşluq var. Kəsmə yüksəklik tapılmaq üçün 1200'ü böləcəksən 4'ə, alacaqsan 300 metre cavabını. Deməli, kəsmə yüksəklik bərabərdir 300 metre. Bu sualın doğru cavabı 300 metredir. Uyğunluğu müəyyən edin. Siqasiya yarımadası verilib, Kamçatka yarımadası verilib və Somali yarımadası verilib. Mərmərə dənizi, Bosfor və Dardenne boğazları onu Balkan yarımadasına ayırır. Təbii ki, Kiçik Asiyaya aiddir bu fikir. Cənubi Amerika materikində yerləşir. Bunlardan heç bir Cənubi Amerikada yerləşmir. Fəaliyyətdə olan vulkanlar Kamçatkada var. Plitviçovkası vulkanı. Sahilləri 2 okean sularla yuyulur. Verilənlər arasında sahilləri 2 okean sularla yuyulan yarımada yox. Afrika materikində yerləşir. Somaliya aiddir. Demək, biri A, 2'ye B, 3'e Y olacaq. Növbəti sual. Situasiya verilib. Deyir, coğrafi uzunluğu 80 dərəcə qərb uzunluğu olan okean sahilindəki A məntəqəsindən hərəkətə başlayan səyyah şərq istiqamətində hərəkət edərək uca dağları aşmış və müəyyən müddət sonra B məntəqəsi çatmışdır. Ona məlum idi ki, hərəkət etdiyi coğrafi enlikdə il ərzində gecə və gündüzün uzunluğu bərabər olur. Səyyah müəyyən etdi ki, çatdığı məntəqənin coğrafi uzunluğu 51 dərəcə qərb uzunluğundadır. Və burada materikin ən böyük çayın mənsəbi yerləşir. İlk öncə bilməlisən ki, 80 dərəcə qərb uzunluğu Sakit Okeandadır. Bu bir. İkinci məqam. Əgər bunun hərəkət etdiyi paralel xətti, yəni coğrafi enlikdə gecə və gündüzün uzunluğu il boyu eynidirsə, bərabərdirsə, demək bu ekvator boyu hərəkət edir. Və bu şərq istiqamətində gedibsə, Sakit Okeanın şərqə doğru getsək və ekvatorun kəsdiyi materiki görsək, demək söhbət burada Cənubi Amerika materikinə getmiş olacaqdır. Və Cənubi Amerikada ən uzun çay da Amazon çayıdır. Və Cənubi Amerikanın qərbində yerləşən dağlar da Ant dağlarıdır. O zaman biz burada birinci sualın cevabını tapmış olduk. Deyir ki, səyyahın hərəkət etdiyi materiki tapın. Söhbət Cənubi Amerikadan gedir. A və B məntəqələri hansı okean sahilində yerləşdiyini tapın. A yerləşir Sakit Okean sahilində,
və isə yerləşir Atlantik Okean sahilində. Bu da bizə məlumdur. Növbəti sual baxaq. Səyyah aşdığı uca dağların və mənsəbini çatdığı çayın adını yazın. Aşdığı uca dağ Ant dağlarıdır. Mənsəbinin çatdığı çay isə Cənubi Amerikanın ən uzun çayı Amazon çayıdır. A və B məntəqələrinin yerləşdiyi saat kuşaqlarını və səyyahın neçə kilometr məsafə qət etdiyini cədvəllə yazın. İlk öncə gəl baxaq. Bu səyyah ekvatora boyu hərəkət edib 80 dərəcə qərb uzunluğundan üzü 51 dərəcə qərb uzunluğuna doğru, düzdürmü? Baxaq görə bu neçə dərəcə hərəkət edib? 29 dərəcə. Sən bilirsən ki, ekvator üzərində bizim bir dərəcəmiz təqribən 111 kilometrə bərabərdir. Onda elə 29'u vursaq 111'e alacaq nə? Alacaq Sovet dönəmsə 3219. Deməli, bəli, alacaq 3219 kilometr. Deməli, qət olunan məsafəni tapdıq ki, 3219 kilometrdir. İndi gələk bunların işli saat kuşaqlarını tapaq. 80 dərəcə qərb uzunluğunu tapmaq üçün bölürəm 15'ə. 5 dəfə. Qalıq elədi 5. Qalıq 7,5'dən kiçik olduğu üçün qisməti olduğu kimi saxlayıram. Amma bu qərb yarımkürəsi olduğu üçün neyinəcəm? 24'dən çıxacaq 5'i eləcək 19. Deməli, A məntəqəsi yerləşir 19-cu saat kuşağında. Gələk B məntəqəsinə. 51 dərəcə qərb uzunluğunu böldüm 15'ə. 3 dəfə 45. Qalıq elədi 6. Yenə qalıq 7,5'dən kiçikdir. Qismət olduğu kimi qalacaq. Amma qərb yarımkürəsi olduğu üçün 24'dən çıxacaqsan. Eləcək 21. Demək, B məntəqəsi də yerləşir 21-ci saat kuşağında. Deməli, əziz yoldaşlar, bu sınavın da izahı tam olarak tanış olmuş olduğunuz ümid ederim ki her bir sual izahı sizler için aydındır ve faydalıdır ve ümid ederim ki bu izahlardan maksimum yararlanacaksınız. Deməli belə bu videonu dostlarınızla paylaşın, maksimum derecede onlar da faydalansın ve həmçinin kanala abone olun, böyüyək ve daha çok insan için faydalı olabilək. Çünkü faydalı olmak hakikaten güzel bir işti. Ve bugün ben sizlere faydalı olabiliremsə, ne hoş mənə. Ümid ederim ki her bir videoza, nəinki bu ve kanalda olan digər videozalar da sizin için hakikaten de yararlıdır. Belə. Ve kanalda mütəmadi olarak mövzu izahları ve həmçinin sual izahları ile tanış olabilirsiniz ilerleyen zamanda da. Ona göre kanala abone olun. Bildiriş butonunu açıq saxlayın. Əgər sizi narahat eləmirsə, yox, əgər narahat edirsə elə qapalı qala bilər. Ama abone olun ki faydalanabilirsiniz. Növbəti video izahlarda görüşənədək özünüzə yaxşı baxın. Allah'a emanet olun. Sağlıqla qalın.